Yeni bir Karisma Türkçü videosu hər kəs salamlayıram. Bugün Karisma Türkçüdə yeni bir maşınımız açılır. Burada günlük bonusdan yəqin ki versiyada maşınlar, hədiyyələr gəlir. Biz təbii ki son 9 ilə 7-ci günə kimi gəlmişdik. Oradan şeylər götürmüşdüm. Evlə maşını, onun videosu çəkmişdim. Bu ondan 13-ə kimi şeyləri lazım deyildi. Pulla şey verir, stiker verir. Onlar lazım deyil. Bugün bir dənə maşın çıxardırıq. Adı Stiletdir. Bu car parkingdə olan bir maşındır. Maşınımızı aldıq. Maşının loqosunu mən xatırlamıram. 7 gündən sonra 21-ci gündə bu maşını alıb bu maşını videosu çəkirəm sizə dostlar. Buradan arabalarıma girək deyə daha belə bir maşındır. Bunun mən şeyini xatırlamıram. Logosunu xatırlamıram amma car parkingdə əminəm. Car parkingdə olduğunu əminəm. Biləm ki car parkingdə var. Amma bir dənə içinə baxaq. O içi yaxşıdır. İçi ekstra bir hal aldı. Yaxşıdır içi. Həqiqətən çox yaxşıdır içi. Yəni buradan trafik artırmayım. Sən gələ bunun sürətinə baxaq. O həqiqətən çox yaxşıdır. Maşına mən nitro qoymaq istəyirəm. Gəlin bir dənə turbo qoyaq maşına. Gördüyünüz kimi uzun uğraşlar sonunda gəlib çata bildik atölyemizə. Atölyəyə girək. Yenə buradan alaq. Buradan bir dənə nitro alaq. Onsuz da reklamca çıxmır. Uygulaya bassan internetdən belə çıxmır yenə. Və 3 dənə şeyimizi aldıq. Nitromuzu aldıq. Turbomuzu daha doğrusu. Bir dənə oyuna girsin. Buradan bir dənə porno alaq. Fısa getdik. Ona buradan çıxırmış. Nə yaxşı. Bircə dəqiqə böyle buradan çıxır. Hər tərəfindən çıxırmış. Nitromuz boşuna qurtardıq. Gedək. Yəni həmişəki yerimizdən denəyəcəyik sürətini. Onun arxasından şey çıxır. Qırmızı işıq çıxır. Üçü həqiqətən çox qəşəngdir. Komfort kimidir üçü. Dördlərimizi yandıraq. Gəlin yuxarıdan gələk ki biraz çox sürətli gedək. Onsuz uçsaq belə problem yaranmaz bizə. Yəni burada 140 neçə görsə bəlkə 200 neçə olar sürət. Getdi, bismillah, getdi indi. İçdən sürə bilmirəm, içdən sürməyə ərinirəm. Onu içdən sürmək daha yaxşı gəlir. Turbomuzu basaq. Ay polis tutması yaxşı. 315, 315, 315. 315, 315, 315. Bir yer polnu basın burada. Polnu basaq dostlar. 315 gördünüz də dostlar. Buradan axıra kimi 315 keçsə yaxşı olar. Görürsünüz kimi tam sürət 333'müş. Yəni buradan uçaq. Hayır, hayır. Oo, az qaz düşmüş üstünə. Maşınımıza nəsə oldu? Ayda test sür. Maşınımıza nəsə oldu dostlar? Maşınımıza nəsə oldu? Maşınımıza... Görürsünüz kimi təzdən gəldim. Yəni maşın belə suyun altında qalmış. Kim oldu? Sürə bilən girək həm də uçaq. Yəni bircə saniyə bu yola keçək. Hə, vəssalam. Oyunda bara çox problem var. Kasmağından gördünüz ki, oyunda həqiqətən çox problem var. Gəlin buradan bir yan uçaq, nitro turbo ilə. Görürsünüz dostlar. Belə bir yana 200 çıxsa yaxşı olar. 100, ha 200 saxla. Hayır, düşmə. Az qalmış, bu qədər millimetr qalmış da. Devam et. Gəlin bir yanda uçaq. Maşın gərək perdoklarını qaldıraq. Çünki arkası çox qaçırın ol 7 kimi. Buradan bir dənə alaq yenə. Nəyəsə üstünə dırmaşır deyə həqiqətən çox bərk gedir. Ağacı dəyməz. Hə, fısa dostlar. Əminəm 300 keçər. 500 olsa yaxşı olar. 500. 629. Məncə rekoru qırdıq ha. Öz rekorumu məncə qırmışam. Həqiqətən öz rekorumu qırmışam məncə. 629 metri. Mən ən sona baxın. Buradan belə gəlmişdim. Ya baxın bu qarajın burasından belə uçmuşdum. Belə dənizə kimi. Amma oradan getmişdim. Həm də baxın bunun içindən belə getmişdim. Gördüyünüz kimi. Bunun içindən belə getmişdim. Mən belə uçmuşdum. Amma mən 500 neçə idi, 600 neçə idi. Amma əminəm ki keçmişəm rekoru. Qurtarırmış. Məncə həqiqətən çox yaxşı bir maşındır. Maşından düşək. Bagajı belə yaxşı. Bagajı balacadır amma bagajı qabaqda, arxadır. Arxaymış. Qabağı həqiqətən çox yekədir. Ona baxım gəlin. Əjdaha deyə maşın, əjdaha.
Qovaq belə əjdahaya oxşuyur. Buradan böyründən çıxıb belə benzin bidon yeri var. İçini gördüyünüz kimi belədir. Həqiqətən çox yaxşıdır. Yəni əvvəldə dediyim kimi həqiqətən yaxşıdır. Gördüyünüz kimi belədir maşınımız. Belə tip videoların gəlməyi üçün abunə olub like atmağı unutmayın. Gələn videolardan hansı maşını və yaxud evi və yaxud qarajı almağımı istəyirsinizsə yazmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın. Gələn videolarda görüşərik.